Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz rasional ədədlərin ədəd oxunda göstərilməsidir. Deməli, ədəd oxu nədir? Əvvəlcə onu deyək. Deməli, ədəd oxu bizə verilmiş düz xəttin üzərində. Deməli, bir dənə düz xətt çəkirik bura. Həmin düz xəttin üzərində başlanğıc nöqtə, yəni burada bir dənə qırmızı eləyim. Başlanğıc nöqtə, vahid parça, yəni 0 ilə 1-in arası nə qədərdirsə həmin məsafə verilməlidir və istiqamət göstərilmişdirsə bu oxa ədəd oxu deyilir. Ədəd oxu üzərində 0 ilə 1-in arasını nə qədər götürmüşüksə 1 ilə 2-nin arasını, eləcə də 2 ilə 3-ün arasını, 3 ilə 4-ün arasını da eyni qədər götürə bilərik. 0-dan solda isə həmin ardıcıllıqla mənfi ədədlər yerləşir. -1, -2, -3, -4 bu qayda ilə ədədlər gedir. Deməli, indi bizə deyir ki, birinci tapşırıqda verilmiş ədədlərə uyğun nöqtələri ədəd oxu üzərində qeyd edin. -2,8 deyirsə, deməli, -2 buradadır, -3 də burada. 2,8 -3-ə daha yaxındır. Bax, burada qeyd eləyirəm, -2,8-i. İkinci ədədimiz -2,5-dir. -2,5 2 ilə 3-ün tən ortasında yerləşir. -2,5 burada. Sonra -0,4. 0,4 0 ilə -1-in arasında çox kiçik bir hissi ilə 0-a daha yaxındır. -0,4. Çünki tən ortada olanda -0,5 olur. 3,2-də 1. 3 tam götürdüm burada. 2'də 1 isə 3 ilə 4-ün tən ortası deməkdir. Yəni yarısı. Deməli, bu da olası 3,2-də 1 ədədinin ədəd oxunda təsviri. 5,5. 5,5 aydındır ki, burada deməli, bu ədəd oxumu biraz uzadıb burada 6 götürürəmsə 5,5 bunların ikisinin arasında yerləşir. 5,5 tən ortada və 1,6. 1,6 1 ilə 2-nin arasında 2'yə bir tık daha yaxın olasıdır. Bu da olası 1,6. Çünki tən ortada olanda 1,5 olur. Deməli, bu oldu nömrə 1-də verilmiş ədədləri ədəd oxunda təsviri. İndi baxaq nömrə 2-yə. Aşağıdakı təkliflərdən doğru olub olmadığını aydınlaşdırın deyil. -3 tam dövrdə 7 ədədi 3 və 4-ün arasındadır. Bəli. Deməli, birincidə 3 tam dövrdə 7, elə yəni 9'da 7 deməkdir. Lap əgər bunu görmürüksə belə. Bu o deməkdir ki, bu ədəd 3-dən böyükdür, 4-dən kiçikdir. Deməli, birinci təklifimiz doğrudur. İkinci təklifdə deyir ki, -5,8 ədədi hesablama başlanğıcından 5,8 qədər sağda yerləşir. Bu o deməkdir ki, -5,8'in modulu, yəni -5,8-dən koordinat başlanğıcına qədər olan məsafə elə 5,8'ə bərabərdirsə, deməli bu da doğrudur. Üçüncü, bu ədəd deyir -9 və -8 tam ədədləri arasında yerləşir. Deməli, burada göstərirəm -9 kiçikdir -8,1 dövrdə 6. Yəni bunu necə də olsa adi kəsrdə çevirsək 8,8'dir yəni. İndi burada da kiçikdir -8 yazsaq, həqiqətən də görərik ki, modulca böyük ədəd, modulca kiçik ədəddən mənfi ədədlərdə əslində kiçikdir. Ona görə də deməli bu yenə də təklif nəyə görə bu ədədləri deməli həqiqətən də -8,1 dövrdə 6 bu aralıqda yerləşir. Deməli bu da doğru oldu. Dördüncüsü indi burada bir şey var. Solda sağda yerləşdirməkdən ötürü bunları müqayisə eləmək lazımdır. Mənfi ədədlər bilirik ki, ədəd oxunda solda yerləşir. -4,2 dövrdə 7. Müsbət ədədlər isə ədəd oxunda sağda yerləşir. Bu da 4,18'də 5. Deməli, bura ədəd oxunun sol hissəsi, bura isə sağ hissəsidir. Deməli, indi bizə deyir ki, hesablama başlanğıcından bu ədəd hesablama başlanğıcından 4,18'də 5 qədər solda yerləşir. Yəni, birinci bunun modulunu tapmaqdan ötürü əvvəlcə adi kəsrə çevirək görək bu ədəd alınır.
Mənfini qoyaq qırağa ya da qoymayaq. Mənfi 4 tam onda 2 dövrdə 7 bərabərdir. Mənfi 4 tam. Deməli bir dənə 9, bir dənə 0. Surətdə də 27 çıxılsın 2. Bərabərdir. Mənfi 4 tam 90'da 25 eləyir. Bunlar da 5'e ixtisar gedir. Mənfi 4 tam 9'da 5, bir dəfə 40'da da 5, 8 dəfə 18'də 5. Mənfi, deməli bu o deməkdir ki, mənfi 4 tam 18'də 5'in modulu, yəni hesablama başlanğıcından məsafəsi 4 tam 18'də 5'ə bərabərdir. Elə bizə də yenə deyir 4 tam 8'dir. Deməli həqiqətən də bu verilmiş təklif doğrudur. İndi keçirəm tapşırıq 3'ə. Ədəd oxu üzərində verilmiş nöqtələrin koordinatlarını təxmini müəyyən edin. Deməli, belə deyim ki, burada 0 ilə 1'in arasında B yerləşir. Onda B'nin koordinatını 0,2 ya da 0,3 kimi götürə bilərəm. Çünki tən ortada olsa 0,5 olar. Bu 0,2 də götürsəm düz sayılar. Çünki burada təxmini sözünü deyir. Yəni, sonra E nöqtəsi 3 ilə 4'ün arasındadır. 3'ə daha yaxındır. Ona görə də N'ni də 3,2 kimi götürə bilərəm. N daha yaxındır 5'ə. Ona görə də N'ni 5,1 ilə götürüm. Burada D 7'yə daha yaxındır. 6'dan uzaqdır. Ona görə də D'ni də götürə bilərəm 6,8 kimi. İndi mənfilərə baxaq. Mənfi 1'dən mənfi 2'nin arasında S nöqtəsi yerləşir. Mənfi 1'ə daha yaxın olduğuna görə mənfi 1 tam onda, məsəl üçün təxminən 3 götürmək olar. A nöqtəsi ortaya daha yaxın olduğuna görə və mənfi 2'yə daha yaxın olduğuna görə mənfi 2 tam onda 4 də qəbul eləmək olar. F mənfi 4 ilə mənfi 3'ün tən arasındadır. Ona görə də mənfi 3 tam onda 5 əminliklə götürə bilərik. Mənfi 5'ə daha yaxın olduğuna görə K'nı götürürəm mənfi 5 tam onda 1 kimi. M mənfi 7'yə daxildir. Tam hissəsi mənfi 6'dır. Deməli M'in yerinə yaza bilərəm. Mənfi 6 tam onda, məsəl üçün 8. Bunları 0,1 dəqiqliklə biraz azaldıb çoxalda da bilərsiniz. İndi burada sual verir ki, B və Y nöqtələrinə uyğun elə koordinat yazın ki, o dövrü onluq kəsir olsun. Deməli, B'ni mən götürdüm. Burada 0,2. B'ni götürə bilərəm. 0 tam dövrdə 2. 0 tam dövrdə 2 götürsəm, deməli bu dövr onluq kəsirdir və bunu da adi kəsir kimi yazsaq 9'da 2 kimi də göstərmək olar. Bir dənə də deyir E nöqtəsi. E nöqtəsinin koordinatını götürmüşəm mən 3,2. Bunu da yenə 3 tam dövrdə 2 götürməklə dövr onluq kəsir şəklində göstərmək olar. Bu da eləyər 3 tam 9'da 2. Yəni 12 ilə 9'da 2 çox cüzi fərqi olan 2 dənə yan-yana olan ədədlərdir. 4-cü tapşırığa baxaq. Ədəd oxu üzərində hesablama başlanğıcından bu nöqtələrə qədər neçə vahid olduğunu müəyyən edin. Deməli, ədədin modulu həmin ədədin koordinat başlanğıcından olan məsafəsini göstərir. Məsəl üçün, bir dənə ədəd oxu çəkirəm. Buraya yazıram 0, buraya yazıram tutaq ki 5. 0'dan əks istiqamətdə də olar mənfi 5. Biz bilirik ki, 5'in modulu 5'ə bərabərdir. Eyni qayda ilə mənfi 5'in modulu da 5'ə bərabərdir. Modul, ədədin modulu, ədədin koordinat başlanğıcından olan məsafəsinə bərabərdir. Məsafə də həmişə müsbət olduğuna görə, deməli, modulun qiyməti həmişə müsbət ədəd olur. İndi burada dediklərimə aydın oldusa, buradan başa düşmək olar ki, bu ədədlərin koordinat başlanğıcı olan məsafəsini tapmaq üçün həmin bu koordinatların modulunu tapmalıyıq. Deməli, A'nın koordinatı 5,8'dir. Deməli, buradan da alıram ki, 5,8'in modulu bərabərdir 5,8. Yəni, hesablama başlanğıcından 5,8 vahid məsafədə yerləşir. B'nin koordinatı mənfi 8,5'dir. Modulda mənfi 8,5 bərabərdir müsbət 8,5'ə. S'nin koordinatı mənfi 20'dir. Mənfi 20'nin modulu, yəni hesablama başlanğıcından olan məsafəsi müsbət 20'yə bərabərdir. D'nin koordinatı 47 tam 3'də 1'ə bərabərdir. 47 tam 3'də 1
koordinatında olan nöqtə hesablama başlanğıcından 47 tam 3'te 1 vahid məsafədə yerləşir. Y nöqtəsinin koordinatı -5 tam 3'te 2'ye bərabərdir. Bu o deməkdir ki, -5 tam 3'te 2 nöqtəsi koordinat başlanğıcından 5 tam 3'te 2 vahid məsafədə yerləşir və F nöqtəsinin də koordinatı 0'dır. Bilirik ki, 0'ın modulda bərabərdir 0. Yəni ilə bu 0 koordinat başlanğıcının özüdür. Özündən olan məsafə 0'a bərabərdir. Və salam, bu da belə. İndi tapşırıq 5'ə baxaq. Tapşırıq 5'də 5'ə əsasən MN məsafəsini necə təyin etmək olar? Deməli, MN məsafəsini təyin etmək üçün N-lə O məsafəsini tapaq. Bir də O-dan M-ə qədər olan məsafəni tapaq. Və bu məsafələri toplayaq. Yazaq ki, deməli, bu məsafəni tapmaq üçün N'in koordinatını burada verir bizə. Onda deməli, N'in modulunu tapmaqla onun koordinat başlanğıcından olan məsafəsini tapa bilərik. Deməli, ON məsafəsi bərabərdir. Modulda -3 tam dövrdə 7. Bunu da modul eləyir 3 tam dövrdə 7. Sonra OM'i tapsaq, bu isə müsbət 3 tam dövrdə 7'nin moduludur. Bu da yenə 3 tam dövrdə 7 eləyir. Onda MN məsafəsini tapmaq üçün bunları toplamalıyam. 3 tam dövrdə 7'nin üzərinə 3 tam dövrdə 7'ni gəlsəm, bu eləyər 3 tam 9'da 7 üstə gəl. 3 tam 9'da 7 bərabərdir 6 tam 9'da 14'ə. 6 tam 9'da 14'də tam hissəsini ayırsam olar 7 tam 9'da 5. 7 tam 9'da 5 kimi də saxlamaq olar. 7 tam dövrdə 5 kimi də yazmaq olar. Deməli, bu oldu MN məsafəsinin uzunluğu. Modul MN. Burada modullarda yazmaq olar. Yəni, məsafədən gedir söhbət. Deməli, 7 tam 10'da 5 oldu bizim yekun cavabımız. Hələlik bu qədər. Sağ olun. Davamında görüşərik inşallah.